Prezident İlham Əliyevin imzaladığı yeni fərmana əsasən 2025-ci il iyulun 1-dən etibarən sosial müavinətlərin, prezident təqaüdlərinin və fəxri adlara görə verilən aylıq ödəyişlərin məbləğləri artırılır. Xəbər zolağı AS xəbər verir ki, bu dəyişikliklər az təminatlı ailələrdən tutmuş şəhid ailələrinə, əlilliyi olan şəxslərdən fəxri ad sahiblərinə də geniş əhali qrupunu əhatə edir. Artımlar aşağıdakı şəxsləri əhatə edir. Əlilliyi olan şəxslər üçün sosial müavinətlər 81% əlillik 300 manat 61-80% əlillik 250 manat 31-60% əlillik 180 manat aşağıdakı şəxslərə aylıq sosial müavinət, ailə başçısını itirmiş şəxslərə 140 manat, hərbi qulluqçuların uşaqlarına 140 manat, valideynlərini itirmiş uşaqların qəyyumlarına 140 manat, az təminatlı ailələrə 1 yaşa qədər uşaq üçün 140 manat, 5 və daha çox uşağı olan analara hər uşaq üçün 140 manat, övladlığa götürülmüş uşağa görə 240 manat, 1 yaşadək əlilliyi olan uşaqlara görə himayədar ailədə 0-6 yaş 500 manat, 7-1 yaş 60 manat, 1 yaş 6 manat, uşağın anadan olmasına görə bir dəfəlik müavinət 60 manat, dəfn üçün müavinət 60 manat, prezident təqaüdləri aylıq vətən müharibəsi qəhrəmanlarına 2200 manat, milli qəhrəmanlara 2000 manat, şəhid ailələrinə və 20 yanvar şəhidlərinin ailələrinə 7 manat, Əfqanistan müharibəsində həlak olanların ailələrinə 7 manat, müharibə və 20 yanvarla bağlı əlilliyi olan şəxslərə 81-100% əlillik 60 manat, 61-80% əlillik 500 manat, 31-60% əlillik 400 manat, əlilliyi olanlara qulluq edən şəxslərə 20 manat, gözdən əlil olan şəxslərə ümumi səbəblər üzrə 350 manat, digər ağır əlilliyi olan şəxslərə ümumi səbəblər üzrə 250 manat, fəxri adlara görə aylıq təqaüdlər, xalq yazıcısı, xalq şairi, xalq artisti, xalq rəssamı 300 manat, əməkdar ad sahibləri, elm xadimi, incəsənət xadimi, müəllim, həkim və əsir 200 manat, prezidentin fərdi təqaüdü artırılaraq 1700 manat müəyyən edilib.